Hər vaxtınız xeyir olsun. Biz Bakı metropoliteninin sayca 28, Bənövşəyi xətti üzrə isə sayca 5-ci olan stansiyasında tikinti işləri ilə tanış oluruq və bu barədə bizə ətraflı məlumatı Bakı metropoliteninin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verəcəkdir. Buyurun, söz sizdədir. Bizə ətraflı məlumat verədiniz ki, hazırda tikinti işləri hansı mərhələdədir, hansı işlər görülür? Salam, hər vaxtınız xeyirli olsun. Artıq tikinti işlərində növbəti və ən mühüm deyə biləcəyim mərhələ başlanır. Çünki stansiya artıq simasına qovuşmağa başlayıb. Belə ki, stansiyanın artıq platformasından başlasaq, hal-hazırda olduğumuz ərazidən stansiya yollarında dəmir yol reyslərini görürsünüz. Eyni qayda ilə 8 noyabr stansiyasına qədər olan təxminən 1 kilometrə yaxın dəmir yol reysləri tamamilə çəkilib qurtarıb. Amma yol infrastrukturu bir qədər mürəkkəb olduğundan bundan sonraki dövrdə qatarların hərəkətini təmin edən elektrik enerjisi ilə təchizat üçün təmas reysləri quraşdırılacaq və eyni zamanda qatarların hərəkət təhlükəsizliyi və təşkilati məsələləri həll edən sistemlər, yəni işarə vermə sistemlərinin də quraşdırılması olacaq. Ümumiyyətlə, tuneldə gördüyünüz kimi işıqlanma sistemi tamamilə quraşdırılıb. Eyni zamanda güc kabelləri, yəni qatarların hərəkətini təmin edən güc kabelləri də çəkilib. Bundan əlavə olaraq stansiyanın artıq bütün eskalatorları gətirilib. 19 eskalator olacaq stansiyada, onlardan 12-si artıq yerinə quraşdırılıb. Stansiyada 5 lift olacaq və bundan əlavə olaraq digər infrastruktur işlərinə də fəal olaraq bundan sonra başlanılacaq. Bu stansiyanın tikintisi ilə hansı istiqamətlərə hərəkət asanlaşacaq? Ümumiyyətlə, Xocasən stansiyasından başlamaqla Avtovağzal, Bənövşəyi xəttinin memar əcəmi 8 noyabr və növbəti stansiyası məhz bu stansiya olacaq. Eyni zamanda yaşıl-qırmızı xəttlərimizdən hərəkət edən sərnişinlərimiz yaşıl xəttin memar əcəmi stansiyasından keçərək bu əraziyə gələ biləcəklər. Ümumiyyətlə, ərazidə TÜV Universiteti, bir sayılı mərkəzi klinik xəstəxana var. Həsən Əliyev küçəsinin üzərində, yaxınlığında yerləşdiyindən çox sənayeləşmiş və məskunlaşma ərazisidir. Bu stansiyanın davamı isə artıq dövlət proqramına uyğun olaraq Nizami stansiyasının yaxınlığında və Nizami stansiyasına birbaşa keçid olacaq stansiya inşa olunacaq. Sahil stansiyasına davamı olacaq. Sahil stansiyasının yaxınlığında inşa olunacaq stansiya isə qırmızı xəttə keçid imkanı yaradacaq. Port Baku kimi tanınmış ərazinin yaxınlığında bir stansiya olacaq. Xətai stansiyasında yaşıl xəttə keçid üçün yaxınlıqda daha bir stansiya inşa olunacaq və nəhayət Babək prospektinə şəhər istiqamətində daha bir stansiyanın inşası da 2030-cu ilə qədər tamamlanacaq. Təşəkkür edirəm. Bizdən bu qədər. Söz yenidən sizdədir.